de harada serinlenmek olar? Hamamda! Kışın soğuğunda harada kısınmak olar? Hamamda! Adam harada pak olabilir? Hamamda! Mesele ise deyin gelsin. Azərbaycan milli memarlığının klassik nümunələrindən biri də Qazax şəhərində yerləşən qoşa günbəzli İsrafil ağa hamamıdır. İnşasına 19-cu əsrin sonlarından başlanan bu məişət obyekti dövrünün imkanlı, sayılıb seçilən şəxslərdən biri olan Kəsəmənli İsrafil ağa tərəfindən tikdirilib. 3 nömrə və ümumi şöbədən ibarət olan tarixi abidənin dam örtüyü kərpiclə hörülmüş günbəz formasındadır. Yerli əhəmiyyətli memarlıq abidəsi kimi dövlət mühafizəsinə götürülmüş bu tikilinin ümumi sahəsi yardımçı otaqlarla birlikdə 420 kvadrat metrdir. Uzun müddət bura qapıları açıq qaldı, az qala dağılmaq səviyyəsinə çatdı. 1993-cü ildə bizə təklif olundu. Biz də bir sahibkar kimi bu hamama sahib çıxdıq, müəyyən yerlərini bərpa elədik. O vaxtı küllü miqdarda həm dövlət tərəfindən, həm də bizim öz şəxsi vəsaitimiz hesabına hamam bərpa olundu. İsrafil ağa hamamı görünüşcə Gəncədəki görək hamamını xatırladır. 2 növbədə işləyən hamam səhər saatlarından günortayadək qadınlara, günün ikinci yarısından sonra isə kişilərə xidmət edirmiş. Bu hamamda 2 növbəli iş usulu olub. Saat 8-dən 9-dan saat 2-yə, 3-ə qədər qadınlar günü olub. Ondan sonraki günlərdə kişilər günü olub. Burada qadınla kişinin bir-birindən görünməməsi üçün çox yüksək səviyyədə izolyator qoyulub, köhnə dədə-baba qaydı ilə. Mədəni irsimiz olan abidələri gələcək nəsillərə çatdırmaq üçün üzərimizə düşən vəzifə onları zamanında bərpa etmək və qorumaqdır. Cümşüd Məmmədov, Talih Hüseynov, TTV Qazax.